Sabahınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Bakı məhkəmə kompleksində ədalət mühakiməsi davam edir. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Arayik Harutyunyan, Bako Sakyan, Arkadi Qukasyan, David İşxanyan, David Babayan və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir və göründüyü kimi artıq təqsirləndirilən şəxslər məhkəmə binasına gətirilir və bir neçə dəqiqədən sonra məhkəmənin növbəti baxış iclası keçiriləcək. Məhkəmə prosesində subutlar, faktlar araşdırılır. Ermənistanın 35 il ərzində Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində törədilmiş, xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət əməlləri araşdırılır. Hazırki mərhələdə təcavüzkar müharibənin aparılması fəsli üzrə araşdırmalar aparılır və 1993-cü ildə Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayət əməlləri, cinayət faktları məhkəmə prosesində araşdırılır. Həmin hadisələrlə bağlı qeyd edək ki, 1993-cü ildə Azərbaycanın bir neçə rayonu Ermənistan tərəfindən işğal olunub, əhalisi didərgin salınıb, ev eşikləri əlindən alınıb, malları, mülkləri talan olunub. Məhkəmə prosesi açıq keçirilir, təqsirləndirilən şəxslərin hər biri 2 müdafiəçi ilə təmin olunub, onlara rus və erməni dilində tərcüməçi də ayrılıb. Məhkəmə prosesində qeyd edək ki, bu cinayət işi üzrə çoxsaylı sənədlər, subutlar, faktlar toplanıb ki, onlar da məhkəmə prosesində tədqiq olunur. Qeyd etdiyimiz kimi bu iş üzrə çoxsaylı zərər çəkənlər keçir. 531 mindən çox zərər çəkən var. Onlar da məhkəmə prosesində həm zərər çəkmiş qismində əyləşiblər, həm də məhkəmə prosesində ifadə verirlər. Hələlik bizim bu saata çatdıracaqlarımız bu qədər. Biz xəbərlərin növbəti buraxılışında bugün keçən açıq məhkəmə iclası ilə bağlı daha geniş məlumatları çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.